Hamınızı salamlayıram. Bugün istəyirəm sizə göstərim nətər biqudisiz, fensiz saç bururuq biz. Bunun üçün bizə qarnı salfetkalar lazımdır. Vəssalam, başqa işlə lazım deyil. Bunun üçün priyad götürürük. Priyadın ucunu salfetkaya bükürük. Biraz bunu bərkidək burada ki, tərpənməsin. Belə bükəcəyik. Ta ki, yuxarı çıxana kimi. Belə. İki qırağını da düyün eləyirik belə. Düyün yox, hələ bir dənə belə bəsdir. Всё. Biri hazırdır. İndi o birlərini də eləncə. Yenə priyad götürürük, doluyuruq salfetkaya və beləmçinə bağlayırıq. İndi hamısını eləyim, sonra göstərərəm. Bunu da göstərək. Ucunu fiksirovat eləmək lazımdır. Baxın, əlimdə saxlamışam ucunu. Və bururuq. Çip bururuq. Və bağlayırıq. Kiməsə bu metod gülməli görünə bilər, amma inanın mənə çox zərərsiz metoddur. Baxın, biz qurtardıq. Çox zərərsiz metoddur. Ağrı zad vermir, incitmir. İstəsəniz belə elədikdən sonra saçlar biraz nam olsa yaxşı olar. Belə elədikdən sonra fenlə çoxlu qurulaya bilərsiniz. Amma zərər verməsin deyən biz beləsinə başımızı yaylıqla bağlayıb yatacağıq. Səhər axır nəticəni sizə göstərərik. Artıq səhər yatdıq, durduq. İndi saçlarımızı açaq. Baxın, buruq-buruqdur. Birinci altdakıları açırıq ki, asan da olsun işimiz. Baxın, nə gözəl olubdur axırıncımız. Baxın, belə oldu. Mənə elə gəlir ki, çox qəşəngdir. İstəsəniz daraya bilərsiniz. Ağrısız, sadə, nə bilim, çox gözəl variantdır. Siz də istifadə edin. Əminəm xoşunuza gələcək.